stearin turşusu. COOH. Bu turşu alınır. Təzədən bu turşunun da reaksiya aparı baxınca göstərir özü veribdir. C36H74 oksidləşir. Alınır stearin turşusu 18 karbonlu. Və stearin turşusunu da istər soda ilə, istər natronla, natrium OH ilə və s. reaksiya aparmaqla alınır bərk sabun gördüyünüz kimi. Yəni əsas odur ki, başlanğıc xammal neftdir, neftdən alınır. Neftin tərkibindəki ali belə parafinlər və yaxud da ali alkanlardan 36 karbonlu alkandan stearin alınır. Stearin də qələvi ilə və ya soda ilə reaksiya girərək alınır sabun maddəsi. Qələvi ilə rahatdır, duzla, elə bil ki, baxın, bu duzlu bu sudur. Baxın, turşu əsas duzla su. Burada isə stearin turşusu natrium karbonatdakı karbonat turşusunu çıxardır, özü birləşir natriumla və karbonat turşusu uşaqlar parçalanır karbon qazı və suya. Eyni prinsipdir gördüyünüz kimi. Eyni zamanda maye sabun, istər kalium OH-dan, istər kalium karbonatdan. Baxın, eyni tendensiya, eyni mexanizmdir. Turşu əsas duzla su alınır. Turşu duz, stearin turşusu karbonatı duzundan çıxardır, özü birləşir kaliumla, kalium stearat maddəsi alınır və burada alınan, sərbəst alınan karbonat turşusu dərhal parçalanır karbon qazı və suya. Kimyəvi xassələrindən uşaqlar, deməli, karbon turşuların duzları hidroliz eləyir, yəni HOH yazsaq suyu. Deməli, duzun tərkibindəki turşu birləşir hidrogenlə, metal birləşir OH-la. Uşaqlar, bildiyiniz hidroliz qaydasıdır, elə bir. Duzun tərkibindəki katyon, natrium birləşir suyun OH anyonunla, turşu qalığı birləşir H katyonundan. Alınır turşu özü və qələvi. Yadda saxlayın, o sabunu su ilə qarışdırıb əlinizi yuyan zaman, sabunu suda qatan zaman köpük hissəsi onun turşu hissəsidir. Ona görə gözümüzü ayışdıran həmin onun turşu hissəsidir. Turşu gözü ayışdırır. Eyni zamanda sabunun tərkibindən alınır sürüşkənlik verən hissəsi qələvi hissəsidir. O kiri çıxardan, sürüşkənlik verən əlimiz batan zaman, kirlənən zaman o kiri çıxardan qələvi hissəsidir və turşu hissəsi də köpük əmələ gətirən hissəsidir. Və bu əsasən fikir verirsinizsə uşaqlar, baxın məntiqə. Sizə desələr ki, karbon turşularının rəngsiz olduğunu sübut eləyin. Deyirsiniz ki, sabunu su ilə qatan zaman, suda əlimizi yuyan zaman sabun hidroliz olunur, sabunun tərkibindən köpük əmələ gəlir. Baxın, fikir verirsinizsə də, sabun rəngi nə rəng olur olsun. Başlanğıcda maye, bərk sabun fərqi yoxdur. Nə rəngdə olur olsun. Əlinizi yuyan zaman köpük əmələ gələndə köpüyün rəngi yoxdur. Köpük şəffafdır. Ağ şəffaf rəngdə olur. Hətta o köpük özü belə o qabarcıq kimi o uşaq vaxtı elədir. Məsələn, şirdilləri belə o xüsusi belə onun belə deyək də məftil əyib o sabunu suya salıb üfürəndə köpük çıxır məsələn. Sonra da havaya qalxır və uçur. O görürsüz o şarif kimi əmələ gələn zaman köpük onun rəngi yoxdur. O nəyi sübut eləyir? Deməli, ali karbon turşuları, ümumiyyətlə karbon turşuları rəngsizdir. Yəni belə çıxır ki, onda onun tərkibi həqiqətən də yəni ki, o köpüyün tərkibi karbon turşusu olduğuna görə də o da rəngsizdir, rəngsiz hissə olur. Yadda saxlayaq. Və kiri çıxardan hissə qələbidir, natrium OH-dır. Deməli ki, onları sabunun tərkibində metal katyonu nə qədər qüvvətli olarsa, sabun bir o qədər daha yaxşı yuzu vasitə kimi olur, daha yaxşı yuzuluğu olur. Ona görə də kaliumun aktivliyi natriumda çox olduğuna görə kalium sabunlar daha yaxşı yuyur, natrium sabunlar isə qismən ondan zəifdir. Düzdür, istifadə olunur. Məsələn, fikir verin, əlimiz yağ olanda yağı, məsələn, maye sabun daha yaxşı aparır. Ancaq bərk sabun qismən biraz çətin olur onu əlimizi yuyanda yağla. Yağlı əlimizi məsələn, bərk sabunla yuyan zaman problem olur. Bir də uşaqlar, suyun təsiri var, bildiyiniz kimidir. Suyun codluğu anlayışını ətraflı izah eləyəcəm o dərsin özündə. İndi elə belə deyirəm, suyun tərkibində natrium, kalsium və maqneziumun suda həll olan duzları çox olduqda, belə sular cod su olur. Belə suların tərkibində kalsium, maqnezium duzlarının molyar qatlığı 1 litr suda, məsələn, 5 moldan çox olduqda, belə sular cod su adlanır. Yəni, tərkibində kalsium, maqnezium duzları çox olduğuna görə. Cod suyun tərkibində kalsium, maqnezium duzları olduqda, deməli, kalsium və maqnezium duzları, bax, bu sabunun tərkibindəki duzla reaksiyaya girir, bu duzlarla reaksiyaya girir və buradakı sabunun tərkibindəki turşu ilə kalsium və ya maqnezium çöküntü əmələ gətirir. Ona görə də codluğu çox olan sularda bu sabunları istifadə etdikdə sabun köpüklənmir. Çünki köpük əmələ gətirən turşu qalığı metallarla, kalsium və maqneziumla çöküntü verir. Məsələn, tam reaksiyaya gəlin yazaq tez.
Misal üçün bərk sabun C17H35 COO natrium, üstəgələk misal üçün suya codluq verən kalsium və ya maqneziumun suda həll olan duzu. Kalsium, maqneziumun hidrokarbonat duzu olduqda suda buna deyirlər müvəqqəti codluq, müvəqqəti olur bu. Yəni bunu qaynatmaqla parçalamaq olur. Ancaq qaynatmayanda çiy suda məsələn də krandan gələn suda əlimizi yuduqda sabunla. Əgər suyun tərkibində bu duz çoxdursa da, baxın bu reaksiya baş verir. Duzla duz nə alınacaqdır? Çöküntü duz alınmalıdır. Kalsium birləşir stearat turşusundan C17H35 COO2 çöküntü, üstəgələk natrium hidrokarbonat. Gördüyünüz kimi uşaqlar, burada suyun deməli codluğunun çox olması sabunun çökməsinə səbəb olur. Sabunun tərkibində köpük əmələ gətirən hissə turşu qalığı kalsium və ya maqneziumdan çöküntü verir, yadda saxlayaq. Ancaq sintetik yuyucu vasitələr var uşaqlar, belə maddələr. Bu nədir uşaqlar? Evdə istifadə etdiyiniz paraşoklar, evdə istifadə olunan paraşoklar, yuyucu vasitələr. Deməli, sintetik yuyucu vasitələrin belə problemi yoxdur. Yəni, sintetik yuyucu vasitə, paraşoklar suyun codluğu nə qədər olur olsun, suda köpüklənir. Məsələn, görürsünüz, arteziyan su istifadə edəndə evdə sabun köpüklənmir, ancaq paraşoku tökəndə paltaroyan maşın istifadə etdikdə fərqi yoxdur. Əlindən köpüklənmə verir. Çünki niyə? Orada problem yoxdur. Çünki sintetik yuyucu vasitələrin kalsium və maqnezium duzları uşaqlar suda həll olur, töküntü vermir. Deməli, sintetik yuyucu vasitələr nəyə deyilir? Sintetik yuyucu vasitələr ali spirtlər, karbon sayısı 12-18 aralığında olan ali spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi turş mürəkkəb efirlərinin natrium və ya kalium duzlarıdır. Baxın, deməli başlanğıc götürülür. Bir atomlu deməli və ya çox atomlu ali spirt, misal üçün baxın, ErCH2OH hər hansı 12-18 karbonlu ali spirt. Üstəgələk sulfat turşusu, yəni H2SO4, SO2OH, OH. Bir OH spirtlə reaksiya girir. Deməli, turşudan OH qopur, spirtdən H qopur. Oksigen birləşir burada SO2-yə. Alınır ali spirtin sulfatla turş mürəkkəb efiri. Tərkibində OH qalıb hələ. Turşu tərəfində OH qaldığına görə turş mürəkkəb efir əmələ gəlir. Alınan turş mürəkkəb efirə qələvi ilə natrium OH və ya kalium OH təsir etdikdə, bildiyiniz kimi, deməli burada hidrogen qopur, buradan da H qopur, natrium, oksigen birləşir. Buradan OH əslində belə deyək də, turşudan hidrogen qopur. Əsasdan da OH qopur. HOH su alınır və natrium keçir H-ın yerinə. Alınır ali spirtin sulfat efirinin natrium duzu. Yəni natrium alkil sulfat. Uşaqlar niyə belə adlandırılıbdır? Natrium alkil bu hissə nədirsə alkil radikalıdır. Hər hansı radikaldır, alkil radikalı. Natrium alkil bu da sulfat, yəni SO3. H2SO4-ün qalığı SO3. Natrium alkil ya da doğrusu SO4. Çünki burada oksigen var axı. Baxın, bunları toplayın. SO2OO, SO4. Natrium alkil. Bu da sulfat. Budur. Natrium alkil sulfat. Gördüyünüz kimi. Bu da oldu sintetik yuyucu vasitə. Deməli uşaqlar, sintetik yuyucu vasitə çox rahat həll olur. Suda codluq suyun codluğu ona təsirləmir. Sadəcə bir dənə məsələ odur ki, uşaqlar, sintetik yuyucu vasitələrin kalsium, maqnezium duzları da suda həll olduğuna görə, baxın, testinizdə var. Deyir ki, aşağıdakı hansı duz suda həll olur və ya həll olmur. Sintetik yuyucu vasitənin kalsium və ya maqnezium duzlarını görsəz və yaxud da natriumla kalium duzları, bunların hamısı suda həll olandır. Heç biri suda həll olmur. Yəni, suda həll olmayan yoxdur. Məsələn, belə ola bilər. Kalsium, CH2, SO3 belə 2. Bax budur. Kalsium, CH2, SO3 2. Bu gördüyünüz kalsium deməli belə deyək, kalsium alkil sulfatdır. Yəni bu sintetik yuyucu vasitənin kalsium duzu və yaxud da maqnezium duzu, fərqi yoxdur. Maqnezium, CH2, SO3 2. Bax bu.
Gördüyünüz kimi uşaqlar, hər iki duz suda həll olur. Ona görə də bu sintetik yuюcu vasitələrin problemi yoxdur. Problemi nədir təbiət üçün? Sintetik yuюcu vasitələri istifadə edəndən sonra, hətta su ilə reaksiya girəndən sonra suyun tərkibindəki duzla da gördüyünüz kimi bunlar da suda həll olur. İstənilən halda hamısı suda həll olduğuna görə sintetik yuюcu vasitələri tullantı sularında çölə axıtdıqda isə, yəni ətraf mühitə, həmin mühitdə deməli ya kəskin turş mühit olur, ya əsası mühit olur. Bu da kəskin turş və əsası mühitdə, mamırlardan, yosunlardan başqa digər, belə deyək də, canlılar yaşamır. Yəni bir canlı vahidi olan, ekosistem əmələ gəlir. Yəni bitkilərdir, suda olan həşəratlardır, nə bilim canlılardır, hamısını məhv edir. Bu, sintetik yuюcu vasitələrin tullantı suları, yəni ki, ümumiyyətlə, belə deyək də, kanalizasiya suları da, axıdılan sular və bu sular hara axıdılırsa da orda əsasən yosun, mamır ən çox inkişaf edir. Çünki onların turş əsası mühitdə dözümlülüyü çoxdur, dözürlər. Ancaq digər canlılar dözə bilmirlər, məhv olurlar. Ona görə də, bataqlıq kimi olan ərazilər olur orda, tədricən get-gedə və ordan, kəskin ifunət hissi gəlir əlbəttə. Çünki o yosunlar da parçalandıqda yosun mamırların tərkibində, onların bədənlərində brom maddəsi, yod maddəsi yığılır tədricən. Məsələn, görürsüz, dənizlərin kənarında, böyük göllərin və yaxud da fərqi yoxdur, axmayan suların ətrafında, bir səhər tezdən gedib baxanda görürsüz ki, səhər vaxtı, ilk vaxtlar, yod və ya brom iysi, qəribə belə iy verir. Çünki o yosun mamırlar parçalanır. Ona görə də məsələn, səhər tezdən dəniz kənarına getmək daha yaxşıdır, səhər tezdən gedəndə. Çünki orda brom və yod, qismən parçalanır deyə yosun mamırlar havaya qalxır və o yodla, bromla nəfəs aldıqda, asma bronxit xəstəsi olan insanlarda, nəfəs yollarında xəstə olan insanlara daha faydalıdır. Ona görə də məsələn, o dənizlərdir, göllərdir və sair məsələn, dağ ərazilərində olan, göllər var, çaylar var ki, onlara səhər tezdən, çünki o gün isinən zaman oradan ayrılan yodla brom, bilirsiniz də uşaqlar, halogenlərdə tez buxarlanır. Yəni günəş qızmar olanda o artıq suyun içərisində onlar uzun müddət qala bilmir. Yosunlar parçalandıqca onlar tədricən tez buxarlanırlar. Ona görə də səhər-səhər hava soyuq olanda qismən o buxarlar hələ tədricən artır. Qismən də elə bil ki, havaya qalxır. Belə uşaqlar, sonra da ən son tətbiq sahəsi, bildiyiniz kimi mürəkkəb efirlər, yəni əsasən, keçdik ki, əvvəlki dərslərimizdə, onlar əsasən lak kimi, boya kimi, ətriyyatda geniş istifadə olunur, qidaların tərkibində istifadə olunur, şirin dadı malik olduğuna görə. Metakratla metakrat isə əsasən bildiyiniz kimi yapışqan və polimer maddəsi kimi istifadə olunur. Bir atomlu spirtlərin, sulfat duzlarının, turşların duzları isə bayaq dediyimiz kimi, sintetik yuюcu vasitələr də istifadə olunur, yuюcu vasitələr kimi. Yağlar da ki, qida kimi, eyni zamanda əczaçılıqda, sabun və gliserin alınmasında, may yağlar isə hidrogenləşdirməklə bərk yağların alınmasında istifadə olunur. Bu da bunların tətbiq sahəsi. Onda uşaqlar, deməli burdan, bitirərsiz dimdən və güvəndən də bu bölməni tam.